Məndən soruşurlar, baxmaq ingiliscə nədir? Sizə hansını deyim? Çünki baxmaq ingilis dilində tək bir söz deyil. Mənasından asılı olaraq sözlər dəyişir. Sadəcə baxmaq mənasında look at feilindən istifadə olunur. Məsələn, look at me. Televizora, videoya baxmaq mənasında isə watch-dan istifadə olunur. Məsələn, I never watch TV. Kiməsə baxmaq, kimisə qayğısına qalmaq mənasında take care of feilindən istifadə olunur. Məsələn, he takes care of his brother. Lüğətdə sözə baxmaq, sözü axtarmaq mənasında isə look up in the dictionary birləşməsindən istifadə olunur. Məsələn, I look up a word in the dictionary. Sizcə ekranda gördüyünüz bu cümlələr ingilis dilinə necə tərcümə olunur? Cavablarınızı rəy bölməsində yazın. Daha çox belə izahlı videoların gəlməsi üçün məni izləməyi unutmayın. Növbəti videoda görüşərik.